Hər vaxt xeyir olsun bir daha dəyərli izləyicilər. Biz canlı olaraq az öncə əməliyyat açdıq, bay əməliyyatları açdıq və take profit təyin elədik. Qızılda, eyni zamanda gümüşdə. Və hər bir əməliyyatımızı canlı olaraq realda açıb, yəni göstəririk, nümayiş etdiririk ki, həqiqətən bütün treyderlər, yeni başlayanlar da, az təcrübəsi olanlar da bundan yararlansınlar və baxsınlar ki, həqiqətən Forex-də gəlir qazanmaq olur. Yəni, bir çoxları yazırlar, yəni, təbii ki, ümumiyyətlə, Forex-dən anlayışı olmayanlar, bu demodur, xeyr, illüziyadır. Yəni, bu, biz dünənki əməliyyatlarda bu hesabda, kiçik lotlarla açdığımız əməliyyatlar da bunlardır. Yəni, biz bu əməliyyatları Instagramda yox, Telegramda paylaşırdıq, YouTube'da da paylaşırdıq. Yəni, dünən açdığımız əməliyyatlar ki var idi, 4717-dən, 4699-dan, 4719-dan, yəni bunlar 4714-dən bu əməliyyatlara biz paylaşdıq və nəticə olaraq dünən ayın 6-sı idi. Dünən ayın 6-sı idi, yəni 6-sı olan əməliyyatları biz uğurla nəticələndirdik və sizinlə paylaşdıq. Yəni, səhər saatları da biz canlı olaraq həm qızılda, həm gümüşdə alış əməliyyatları verdik və hər ikisi gəlirdədir. Sığortalamaq olar. Artıq sığorta üçün mükəmməl bir variantdır. Yəni, aşağıdan açanlar üçün. Yuxarıdan açanlar üçün, yəni biz paylaşmışdıq. Deməli, hal-hazırda 4706-lara qədər qalxıb. Biz 4703-lərdən alış əməliyyatları demişdik. Yəni, bir 10 dollarlıq bir qalxış üçün yəni, take profit təyin etmişdik. Əsas alışlar isə 4722-lərdən gələcək. Hələ ki, oraya qədər qalxması, yəni bu, yəni 10 dollarlıq qalxması bu nöqtəyə qədər, yəni 4713, 4714-də qalxması, yəni o qədər də uzaqda deyil. Satışlar isə erkən satışlarda biz əgər nəysə force majeure olarsa 4689-dan satış əməliyyatları icra edərik. Yəni burada əgər aşağı gəlsə, kimsə sığortalanmayıbsa aşağı gəlsə, yəni 3 qatına sel verə bilər və deyək ki, əgər 4703-də alışı varsa, yəni satışdan arasındakı 12 dollar bir fərq olacaq və bu 10 dollar ensə aşağı, 10 dollar ensə biz take profit təyin eləmişik 4679-da, yəni 10 dollarlıq. Deyək ki, bizdə olacaq 0.1 ilə olacaq 300 dollar gəlir, ziyan isə olacaq, demək ziyan olacaq, haradasa 240 dollara bir ziyan olacaq. O da ortalama haradasa yəni 60 dollar gəlirdən yenə bazardan çıxır. Bu sadəcə olaraq yəni GMT taktikasıdır. Biz bunu uşaqlara, bizim tələbələrə keçmişik. Belə hamımıza uğurlar. İnşallah görüşmək ümidi ilə sağ olun.